Yer deməli tam dövrəsini 1 il müddətində başa vurdu. Bu 1 il müddətində dövr eləyəndə nələr yarandı? Fəsillər yarandı. Fəsil. Neçə fəsil? 4 fəsil. 4 fəsil formalaşdı. Bu 4 fəsillərdə ayın tarixləri formalaşır ki, 21 mart, 23 sentyabr, 22 iyun və 22 dekabr şərtləri formalaşır. Deməli, bu nədir? Bu fəsillər bizə nə üçün lazımdır? Bunlar biz niyə öyrənməliyik? Bunu indi mən sizə deyəcəm. Günəş şüalarının düşmə bucağı düsturu var bizdə. Günəş şüalarının düşmə bucağı H-dan işarə olunur. Mən bu düsturda biraz dəyişiklik eləmişəm. Günəş şüalarının maksimum düşmə bucağı 90 dərəcədir. 90 dərəcə çıxaq enlik plus minus zenit vəziyyəti. Zenit vəziyyəti nə deməkdir? Zenit vəziyyəti günəşin 90 dərəcə, yəni maksimum düşə bildiyi məntəqə deməkdir. Bu zenit vəziyyətləri dəyişkən olur. Biz ona görə bunu düzəltməliyik ki, bax bu fəsilləri bilməliyik ki, biz onun zenit vəziyyətində müəyyən edə bilək. 21 mart adlanır yaz gecə-gündüz bərabərliyi. Gecə-gündüz bərabərliyi adlanır. 23 sentyabr payız gecə-gündüz bərabərliyidir. 22 iyun yay gün dönümü, 22 dekabr isə qış gün dönümü adlanır. Bunu ən yaxşı yadda saxlamanın yolu özümüzdən yadda saxlamaqdır. Bizdə 21 martda nə gəlir? Yaz, 23 sentyabrda payız, 22 iyunda yay, 22 dekabrda isə qış. Zenit harda olur günəş? 21 martda və 23 sentyabrda. Baxın, belə bərabərlik dedim. Bərabərlik deyirəmsə bu nə deməkdir? Bərabərlik o deməkdir ki, günəş hər yeri bərabər qızdırmalıdır. Bərabər qızdırması üçün də yerdə harda olmalıdır günəş? Təbii ki, yerin ortasında dayanmalıdır, düzdürmü? Bəs yerin ortasını götürəndə nəyi nəzərdə tutacaq ki, biz orada zenitdə olanda hər iki tərəf eyni dərəcədə istilik, eyni dərəcədə işıq alsın, bu ekvator məntəqəsidir. Deməli, zenitimiz burada olur ekvator, yəni 0 dərəcə enlik. 0 dərəcə, 0 dərəcə. 21 martda da, 23 sentyabrda da oldu 0 enliklərimiz. 22 iyunda yay gün dönümüdür. Şimal yarımkürəsində yaydısa, avtomatik şəkildə deməli günəş zenitdə olacaq şimal yarımkürəsində. Harda? Tropikdə. 23.5 dərəcə şimal enliyində. 22 dekabrda qışdır. Şimal yarımkürəsində qışdırsa, deməli avtomatik günəş hardadır? Cənubdadır. Cənubdadır ki, bizdə qışdır da. Bizdə olsaydı, şimalda olsaydı yay olardı. Onda harda zenitdə olacaq? Cənub tropikində. 23.5 cənub tropikində. Bax, sizə lazım olan ən böyük şərtlər bundan ibarətdir. Biz bunların hamısını əzbərə bilməliyik ki, bizə testdə verəndə rahat şəkildə biz bunu seçə bilək. Mən bunları sileyim. İndi bu şərtləri bura qeyd edəcəm bir də və düsturda necə tətbiq etmək lazımdır onu deyəcəm. Deməli, 21 mart 23 sentyabr 22 iyun Səma ekrana dəymə 22 dekabr. Deməli 21 martda zenitimiz oldu ekvator. 23 sentyabrda da zenitimiz oldu ekvator. 22 iyunda zenitimiz oldu 23.5 dərəcə şimal enliyi. 22 dekabrda zenitimiz oldu 23.5 dərəcə cənub enliyi. Bu şərti avtomatik hər biriniz yadınızda saxlamalısınız. Bu şərt yadda qaldığı halda hesablamaları apara biləcəyik. Düstur verdim sizə ki, düsturda dedim ki, H bərabərdir 90 çıxaq enlik plus minus Z düsturundan istifadə edirik. H bərabərdir 90 çıxaq enlik plus minus Z. Burada H günəş şüalarının düşmə bucağı. Düşmə bucağı. Bax, ona görə dəyişmişəm ki, sizin üçün asan olsun. E enlik, Z də zenitdir. Sual verə bilərsiniz ki, müəllimə, siz burada plus minus yazırsınız. İndi biz nə vaxt plus qoyaq, nə vaxt minus qoyaq. Bir də mən də bunun cavabında sizə cavab verə bilərəm ki, günəş misal üçün siz özünüz dayanmışsınız şimal yarımkürəsində, hər hansı bir A məntəqəsində. Sizcə indi məntiqən də, yəni sizin öz məntiqinizə buraxsam, günəş şimalda olanda sizə çox düşər, yoxsa cənubda olanda?
Təbii ki, mənlə eyni yarımkürədədirsə, deməli mənə günəş şüasının düşmə bucağı çox olacaq. Deməli eyni yarımkürədə olanda h bərabər olur 90 çıxaq enlik üstə gələk z. Müxtəlif yarımkürədə olanda isə az düşəcəyi üçün h bərabərdir 90 çıxaq enlik çıxaq z olacaqdır. Və bəzən də heç mənə zeniti vermir, mən bilmirəm hardadır, h-ı verir, enliyi verir və deyir zeniti tap. Bəs onda necə biləcəm? Əgər h-ımız, bax bu keçən dərsdə mən bunu demişdim, bunu qayda olaraq deyirəm, çünki çox vaxt keçərlidir aşırı dərəcədə. 45 dərəcədən çox bucaq altında düşürsə, 45-dən çox düşürsə plus z qoyun, 45-dən azdırsa minus z qoya bilərsiniz. Bu düzdür. İndi bir neçəsini onsuz da işləyib göstərəcəm sizə. Sonra belə bir sual gəlir ki, misal üçün hər hansı bir məntəqəyə, misal üçün Bakıya günəş şüalarının maksimum düşmə bucağını tapın. Bakı maksimum və Bakı minimum. Düzdür, onda necə olur? H bərabər olur 90 çıxaq enlik, maksimum deyirsə üstə gələk 23.5, minimum deyirsə h çıxaq enlik, çıxaq 23.5. Gəlin tapaq. Burada h bərabərdir, birinciyə əsasən tapıram. 90, bizdə burada ancaq enlikdən işləyirik, uzunluqdan işimiz yoxdur. Ona fikir verməlisiniz. Bakının enliyi neçədir? 40 dərəcə. Üstə gələk 23.5, bu eləyəcək 73.5. Deməli, Bakıya maksimum 73.5 düşür. İndi minimuma keçdim. H bərabərdir 90, çıxaq 40, çıxaq 23.5. Bu da eləyəcək 26.5. Bu da oldu minimum düşmə bucağı. Deməli 26.5 minimumdur, 73.5 maksimum düşmə bucağıdır. Bir də burada kölgə məsələləri olur. Bu kölgə məsələləri biraz qarışdırır hər kəs ki, bəs kölgə məsələlərində necə işləyək? Misal üçün deyir ki, cismin kölgəsi cismin özünə bərabərdir. Cismin kölgəsi cismindən uzundur, 2 dəfə çoxdur, 2 dəfə azdır, kölgəsi yoxdur. Baxın, bu cür şərtlərdə h bərabərdir 90 dərəcə olduqda kölgə olmur. Zenit vəziyyətində kölgə olmur. H bərabərdir 45 dərəcə olduqda kölgə cismə bərabər olur, yarı-yarıdır da. Cismə bərabər olur. H bərabərdir 30 dərəcə olduqda kölgə böyük olur cisimdən. H bərabərdir 60 dərəcə olduqda kölgə kiçik olur cisimdən. Bax, bunu da belə şərt olaraq, kodlaşma olaraq yadınızda saxlaya bilərsiniz. İndi keçək bunları biz məsələlərdə tətbiq edək. Görək məsələlərdə necə olacaq. İndi mən sizə testi paylaşım, testin üstündə gedək. Aha, indi sabahdan mümkün qədər buna da vaxt ayıracağım. Yenə 2 dərs demişdim də, saat quşağına 2 dərs ayırdım. Günəş şüalarının düşmə bucağına da 2 dərs ayıracağım ki, tam şəkildə izahlar verə bilim sizə. Gözünüzə qəliz gələn hər hansı bir sual onda siz də deyin. Mən də mümkün qədər hamısından izahlar edəcəm. Günəş adətən belə bir kodlaşmada deyim sizə. Günəş 23.5-lərin arasında zenitdə olur. Yəni 23.5-lərin arasında bütün məntəqələrdə günəş zenitdə ola bilər. 20-də də ola bilər, 10-da da ola bilər, 5-də də ola bilər və s. Bəs yaxşı, zenit vəziyyəti dəyişə bilərmi? Bəli, dəyişə bilər. Yer səthi orbit müstəvisinə meyliliyi 66,5 dərəcədir. 66,5 dərəcə olduğuna görə bizim tropiklərimizdə keçir 23,5-lərdən. Çünki cəmi eləməlidir 90 dərəcə. Bunu qayda olaraq bilirik. Bu həm də bizim belə deyim də işıqlama qurşaqlarımızın formalaşmasına da təsir edir ki, 5 işıqlama qurşağı formalaşır burada. Bəzən testlərdə verir ki, yerin orbit müstəvisinə meyliliyin dəyişməsi nəticəsində tropiklər misal üçün 20 dərəcədən keçmişdir. Misal üçün. Tropik 20 dərəcədən keçirsə, sizin qütb dairəniz avtomatik 70 dərəcədən keçəcək. Elə bir rəqəm qoymalıyıq ki, hər bir halda cəmi 90 eləsin. Bəzən də belə bir sual qoyur. Yerin orbit müstəvisinə meyliliyin 65 dərəcə olduğunu nəzərə alaraq
Günəşin zenit vəziyyətini müəyyən edin. Tutaq ki, 65 dərəcə meyillilik həmişə qütb dairəsində yazılır. Yadınızda saxlayın. Meyillilik neçədirsə, onun qütb dairəsinə yazırıq. Bu oldu 65. Onda tropikum avtomatik neçə olacaq? 25. Çünki cəmi neçə eləməlidir? 90. Bu dəyişə bilər. İndi baxaq suallarımıza. Misal üçün gəlin 9-cu sualdan başlayaq. Sadə sualda, amma yenə də baxaq. İndicə dediyim kimidir. Günorta vaxtı günəş il ərzində bir dəfə zenitdə olduğu paralellər. Günorta vaxtı günəş, ümumiyyətlə günəş 23:15-lərdə, yəni tropiklərdə bircə dəfə zenitdə olur. 23:15-lərdən şimalda və ya 23:15 cənubda günəş zenitdə olmur. Ekvatorda isə ildə 2 dəfə zenitdə olur. Bir 21 martda, bir də 23 sentyabrda. Cavabımız olacaq Y variantı burada. Baxaq 11-ci suala. Deyir ki, 23 sentyabrda, baxaq, 23 sentyabr şərtini görən kimi tez mən avtomatik üstünə yazıram zenitim ekvator. Günəş şəlalarının günorta vaxtı 70 dərəcə bucaq altına düşdüyü. Haşım da oldu 70. Özü verib, bunların heç birinə bizim işimiz yoxdur. Aha, все. Deyir ki, bucaq altına düşdüyü məntəqə. Gəlin o məntəqəni tapaq. Mənim düsturum var idi. H bərabər idi 90 çıxaq enli plus minus z. Yerinə qoyuram. Haşım 70-dir. 90 çıxaq enliyimi bilmirəm. Plus minusun da yerinə z-im də 0-dır. Buradan enliyim 20 dərəcə olurmu? Все, 20 dərəcə. Çünki niyə 90-a 20 çıxanda 70 eləməlidir? 0 burada heç bir funksiya yaşamır axı. 20 oldu. Ekvatora qədər məsafəni istəyir. 20 dərəcə mənim enliyimdir. Ekvatorum da 0-dır. Bunlar arasında neçə dərəcə fərq var? 20 dərəcə. Kilometrə də çöndərəndə vuracam 111-ə. Eləcək 2220. Yəni Y variantı. Belə. Keçək. Aha, 13-cü suala baxacağam. Bunları əzbərə bilməlisiniz əslində. Nə deyir? İl boyu günəş şəlalarının düşmə bucağı günorta vaxtı 66.5-dən kiçik olmadığı coğrafi enlik. Bu nə demək istəyir? Biz elə bir enlik tapmalıyıq ki, enliyimizi bilmirik. Amma verib ki, günəş şəlalarının düşmə bucağı 66.5-dən kiçik olmasın. Yəni minimum 66.5 olsun. Bu hansı enlik ola bilər? Gəlin yerinə qoyaq. 66,5 minimum. Yadınıza gəlin, mən düstur verdim maksimum və minimum düşmə bucağı. Minimum düşmə bucağı üçün 90 çıxaq enlik, çıxaq 23,5 düsturu vermişəm. Bax, yerinə qoyuram. 66,5 bərabərdir 90 çıxaq enlik, çıxaq 23,5. Buradan 66,5 bərabər olur. 90-a 23,5 çıxanda 66,5 çıxaq enlik. Enliyim avtomatik 0 olmalıdır ki, bunlar bir-birinə bərabər olsun. 0 dərəcə enlik də hardadır? Ekvatorda. D variantı. Sonra 14-də baxaq. İl boyu deyir 23,5-dən böyük olmadığı. İndi də çox olmayan variantı istəyir bizdən. İndi böyük dediyinə görə maksimum düşmə bucağı düsturu. Çıxaq enlik, üstə gələk 23,5. Yerinə qoyuram. H-ın yerinə 23,5 qoyuram, çünki özü veribdir. Bərabərdir 90 çıxaq enlik, üstə gələk 23,5. Bax, bu 23,5-i almaq üçün bu 23,5-im qalmalıdır. Onda enliyim neçə olmalıdır? 90. 90-dan 90 çıxmalıyam ki, 0 eləsin, üstünə də 23,5 gələ bilim. Avtomatik cavab nə oldu? 90 dərəcə. Yəni qütblər A variantı. Keçək. Fəsil dəyişkənliyi sualı var. Fəsil dəyişkənliyi mülayim enliklərdə olur. Başqa enliklərdə fəsil dəyişkənliyi yoxdur. Mülayim və subtropik enliklərdə. Yaxşı. Keçək hara? Baxın, mən indicə elədim bu 29-cu sualdan. Deyir ki, sadəcə dəyişib biraz. İndi yay gün dönümü şərtini qoyur. Yay gün dönümü mən avtomatik bayaq yazanda yazdım ki, 23,5 dərəcə şimal enliyindədir zenitim. Bakıya düşmə bucağı, enliyim də oldu 40 dərəcə şimal enliyi. Bunlar eyni yarımküre olduğuna görə nə edəcəm? Təbii ki, toplama düsturundan istifadə edəcəm. Baxın, 90 çıxaq enlik plus z düsturundan istifadə edəcəm. Yəni, biz günəşin Bakıya maksimum düşmə bucağından danışacaq. Bayaq hesablayıb 73,5 almışdıq. İndi yerinə qoyuram. H bərabərdir 90 çıxaq 40, üstə gələk 23,5. Buradan da H-ınız bərabərdir 73,5-ə. Keçək 30-cu suala. Deyir ki, ekvatora il ərzində günəş şəlalarının minimum düşmə bucağı bayaq hesabladığımız testdir bu. Baxın, deyim hansı testdir. Deyim. Bu 66,5. Baxın.
13-cü sualdan eyni testi bu. Deyir ki, il boyu günəş şüalarının belə deyim də 66.5-dən kiçik olmadığı coğrafi enlik ekvator idi. Bu da həmin sualdır əslində. Ekvatora deyir günəş şüalarının gündəlik vaxtı minimum düşmə bucağını tapın. Minimum düşmə bucağının düsturunu vermişəm. H bərabərdir 90 çıxaq enlik çıxaq 23.5. Ekvator dediyinə görə enliyin yerinə 0 qoyacağım burada. Burada da H-ınız bərabər olacaq avtomatik 66.5-ə. İndi keçdik 31-ə. Bu da indi qış gündönümü deyir. Qış gündönümü dediyinə görə tez zenitimi yadıma salıram ki, 23.5 cənub enliyində idi. Zenitdə olduğu həmin enliklə Bakı şəhəri. Bakı şəhərdə 40 dərəcə şimal enliyində idi. Deyir, bunun arasında məsafəni tapın. Sizə demir ha, günəş şüasının düşmə bucağı. Məsafə. Müxtəlif yarımkürədə olduğuna görə toplayırıq. Məsafə olanda toplayırıq müxtəlif yarımkürədə olduğuna görə. Edir 63.5, onda vuracaqsınız 111-ə. Keçək. Keçək 34-cü suala. Görək nə deyir. Deyir ki, günəş şüalarının yaz gecə gündüz bərabərlik günü test üstündə həmişə çalışın ki, tapşırıq işləyəndə testin üstündə tezcənə yazasınız ki, onda işiniz çox asanlaşır və avtomatik cavab tapılır. Yaz gecə gündüz bərabərliyində zenitim oldu ekvator. Günəş şüalarının düşmə bucağında verib də 60. Şaşım da oldu 60. Gəlin məntəqəni tapaq. Düstur necə idi? Hər dəfə yazıram ki, yadınızda qalsın. 90 çıxaq enli plus minus z düsturu idi. Yerinə qoyuram. Haşım var 60 bərabərdir 90 çıxaq enli plus minus 0. Buradan enliyim oldu 30 dərəcə. Bu 30 dərəcə həm şimal ola bilər. Bu 30 dərəcə həm cənub ola bilər. Niyə? Çünki 0-ı toplayanda da çıxanda da eyni nəticəni verir. İkisi də ola bilər. Ona görə də nə deyir görün cavabda bizə davamında? Şimal və cənub məntəqələri. Yəni ikisini də istəyir bizdən. 30 şimal, 30 cənub. Müxtəlif yarımküre olduğuna görə məsafə tapdığıma görə toplayıram edir 60 dərəcə. Məsafə istədiyinə görə vururam 111-ə. Buradan da haşım olur 6660. Yəni həqqi məsafə. Miqyası da özü verib. 5 dənə sıfırımı gəlib silirəm edir 200. Miqyas da bərabərdir. 200. Bizdən nə istəyəcək? Avtomatik xəritədəki məsafə qaldı. Xəritədəki məsafənin düsturu necə idi? Həqqi məsafə bölünsün miqyasa. Yəni 6660 bölə 200. O da eləyəcək 33,3. Yəni A variantı. Başa düşmədiyiniz hissə olanda deyin, izah edeyim. Keçək hansına? Misal üçün 42-ci sualım məsələdir. Nə deyir? Lxasa şəhərinə ən böyük və ən kiçik, yəni maksimum və minimum düşməsini tapın. Birinci maksimum düşmə bucağının düsturu 90 çıxaq enlik üstə gələk 23,5. İkinci minimum düşmə bucağının düsturu H bərabərdir 90 çıxaq enlik çıxaq 23,5. Enliyimizi də verib 30 dərəcə şimal yerinə qoyuram. H bərabərdir 90 çıxaq 30 üstə gələk 23,5. 90-dan 30 çıxanda 60 üstünə 23,5 83,5. Bu maksimum. İndi keçdik minimuma. H bərabərdir 90 çıxaq 30 çıxaq 23,5. O da deyir 36,5. Bu da minimum. 83,5 və 36,5. Y variantı. Keçək digər məsələlərimizə. Görək digər məsələlərimizdə nə var. Bizdə ən çox qarışdırılan suallardan bir neçəsini demək istəyirəm. Sizə 52-53 misal üçün. Baxaq 52-53-ü izah edeyim sizə mən. Nə deyir 52-də? Verilən dərəcə torununa əsasən deyir, gecə gündüzün adi növbələşdiyi, bütün fəsillərin zəif müşahidə olunduğu müvafiq ərazilər. Müvafiq sözü varsa, deməli birinci adi növbələşməni tapmalıyam. İkinci, bütün fəsillərin zəif müşahidə edildiyi. Bunu nəzərə almalıyam. Fəsillərin gecə gündüzün adi növbələşməsi üçün, belə deyim də, mənə nə lazımdır? Mənə lazımdır ki, həmin məntəqə, gecə gündüzün adi növbələşdiyi məntəqə hardasa tropikdən yuxarıda olsun. Fəsillərin adi müşahidə edilməsi üçün mənə lazımdır ki, müşahidə olunduğu müvafiq ərazilər istəyir bizdən. Zəif müşahidə olundu, üzr istəyirəm. Zəif müşahidə olunduğu deyirsə ekvatora yaxın lazımdır. Mən baxıram ki, bunların içərisində ən ekvatora yaxın olan ekvatordan götürülən 2 məntəqəsidir. Deməli, ikinci tərəfim 2 olacaq. Çünki mənim fəsillərim zəif müşahidə olunub. Adi növbələşməsi. Baxın, mənim variantlarımın içərisində adi növbələşməyə uyğun heç bir variant yoxdur. Avtomatik bir dənə 1 olduğu üçün gəlib 1-i götürürəm. Amma digər halda 3-də də adi növbələşir, 4-də də adi növbələşir. Yəni 3 də ola bilər, 4 də ola bilər cavabınız. Amma 5 yox. Qütb dairəsindən yuxarı yox.
İndi baxın 53-ə. Yenə gecə gündüzün aydın növbələşdiyi və fəsillərin aydın olduğu. Fəsillərin aydın olması üçün mənə lazımdır ki, mülayim enliklər olsun, düzdür? Mülayim enliklərin olması üçün mənə lazımdır ki, 23.5-lərdən yuxarı olsun, yəni ekvatora yaxın olmasın. Ekvatora yaxın olanları çıxardıram ikinci tərəf üçün, ha. Bu ikinci tərəf üçün çıxardıram. 5-i çıxartdım, ekvatora yaxındır. 2-ni çıxartdım, ekvatora yaxındır. İkinci tərəfə nə 5 olmaz, nə 2 olmaz. Digər məntəqələrim ola bilər amma. Bir də 4 ola bilməz, çünki 66.5-dən yuxarıdır. Bir də 4-ləri çıxartdım. Gördünüz, sizin cavabınız çıxdı. Niyə çıxartma ilə işləyirəm desəz əgər? Çünki misal üçün mən birinci tərəfdən adi növbələşmə ilə götürsəm, adi növbələşməyə həm 1-i uyğundur, həm 3-ü uyğundur adi növbələşməyə. Çünki belə deyim də, mülayim enliklərdir. Mən həm 3-dən başlaya bilərəm, həm 1-dən. Burada artıq mən neyəcəm? Düşünəcəm ki, ay Allah, görən hansından başlayım. Amma ikinci tərəfi çıxardanda rahat variantım çıxır mənim. Hə, bir də bu suallar, bu 56-57-yə baxacağam. 56-da nə deyir bizə? Deyir ki, günəş şüalarının günorta vaxtı düşmə bucaqlarına aid olduğu məntəqəni müəyyən edin. Burada siz nəyə baxmalısınız? Bax, çaşdıran odur ki, burada 3 məntəqə verir. Siz hansına baxmalısınız? Siz ortada olana baxmalısınız. Baxıram ki, 30 dərəcəyə 83.5 düşüb. Bayaq hesabladıq. Lixasa şəhəridir də bu. Lixasa 30 dərəcəyə 83.5 dərəcə bucaq altında düşübsə, 45-dən çox olduğuna görə mənim zenitim avtomatik hara olacaq? Şimal yarımkürəsi. Yəni 23.5 dərəcə şimal enliyi olacaqdır. İndi deməli, 23.5 şimal enliyinə aid olan variantı tapacağam. 23.5 şimal enliyində zenitdədirsə, nə gün dönümüdür? Yay gün dönümü. Vəsə qutardı. Sizin əsas burada fikir vermək istədiyiniz odur ki, mən hansı qrafikə necə baxım? İndi baxaq buna. 57-yə baxaq. İndi də baxıram ki, 23.5 şimal enliyi ilə 43 dərəcə düşübdür. Nə düşübdür? Şimala az düşübdür. Deməli, günəş avtomatik harda olacaq? Cənubda, zenitdə. Günəşin cənubda, zenitdə olduğu məntəqə hansı aydır? Qış gün dönümüdür. Dekabr. Sonra baxaq istəyirsinizsə 58-dən. 58-ə baxaq. Deyir, əgər günəş 10 dərəcə cənub enliyində zenitdədirsə, baxın çəkirəm. Üzr istəyirəm, 10 dərəcə cənub enliyi. Bu 10 dərəcə, bu 10, 0, bu da 50 dərəcə. Mənə deyir ki, günəşin burada zenitdədir. Günəş burada zenitdədir. 50 dərəcədə dayanan bir müşahidəçi var. Günəşə hansı istiqamətdən çıxdığını görər. Günəş harda çıxır? Şərqdə. Harda batır? Qərbdə. Bizdən çıxmağını istəyirsə, avtomatik mənim variantımda şərq sözü onsuz da olmalıdır. Amma hansı şərq? Mən 50-dən 10 dərəcəyə baxmaq üçün nə etməliyəm? Yuxarıya baxmalıyam təbii ki. Ona görə də olacaq şimal şərq. Cavabınız olacaq B variantı. Sonra keçək. 61-ə baxaq. Deyir, günəş 10 dərəcə şimal enliyində zenitdə olarkən, günəşin 10 dərəcə şimal enliyində, baxın, buna bir dənə kodlaşma verəcəm sizə. Bu qayda deyil, amma keçərlidir da, sizin üçün asan olacaqdır. Günəş 10 dərəcə, əvvəl 23.5-də zenitdə olanda qütb dairəm neçədən keçirdi? 66.5-dən. İndi bu halda beyninizə bir dənə kodlaşma gəlir ki, bunu yadınıza saxlayırsınız ki, 10 dərəcə şimal enliyində zenitdədirsə, bax, burada zenitdədirsə günəş, qoy mənim qütb dairəmdə keçsin 80-dən. Niyə deyim? Baxın, cəmi 90 eləməlidir. Meyliliyi dəyişən kimi eləyin də avtomatik. Onda sizin üçün asan olacaqdır testi tapmaq. Bəs yaxşı, indi mənə nə lazımdır? Qütb gecələri olması üçün şimalda zenitdədirsə, gecə olması üçün əksdə olmalıdır, cənubda olmalıdır məntəqələr. Mən şimalda olan məntəqələrimi çıxardıram. 1, 6-nı variantlarımdan çıxardıram. 2 variantım qaldı. Bəs yaxşı, İndi hansı enlikləri götürüm? Mən 80-dən yuxarı olanları götürməliyəm. Bunu belə yadımızda saxlamalıyıq. 80-dən yuxarıda yerləşənləri. 85, 86, 89. Yəni 70-in özünü götürmürük. Görürsünüz? Çünki 10-da zenitdə olanda bura 80 olur ona görə. Bax, bunu kodlaşmanı ona görə verirəm sizə. 62-də də eyni olacaq, yəni eyni formada hesablayacaq. Bax, bəli, eyni formada gedəcəm, bax. 20-də zenitdədirsə, səma, avtomatik, bura 20-dirsə, bura avtomatik 70 olacaq, səma. Bəli. İndi qütb gündüzləri istəyir. Gündüzləri istəyirsə də cənubda da qalacam. Şimalları variantımdan çıxardaram, səma, bu lap asandır.
Şimallar variantından gedəndə cənublar qaldı, düzdür? Və mənə nə lazımdır? Hə. 70-dən yuxarılar, 70 və 70-dən yuxarılar. Qalan variantlarım da elədir bax. 70, 85, 86. Başa Gördün? düşdüm. Əla. Bəli. Əla. 63 indicə hesabladıq. Bakıya maksimum 73.5 idi, minimum 26.5-dir. Bunu əzbərləyin. İndi baxaq 64-ə gəlin. Deyir, yay gün dönümündə günəş şüalarının 90 dərəcə bucaq altında düşdüyü məntəqə. Yay gün dönümü zenit avtomatik 23.5-dirsə, zenitim 23.5-dirsə, avtomatik prognozda neçə dərəcə düşür? 90 dərəcə düşür də. Deməli, məndən elə bu məntəqəni istəyir də. Bu məntəqə ilə şimal qütbü arasında. Şimal qütbü deyir, qütb dairəsi. 66.5 şimal enliyi arasında məsafə fərqini istəyir. 66.5 şimal, 23.5 şimal. Eyni yarımkür olduğuna görə, məsafə dərəcə fərqi istədiyinə görə sadəcə çıxacağıq. Çıxaq 23.5. O da bərabərdir 43 dərəcə. Cavabınız olacaq Y variantı. Keçək. Gəlin keçək 69-cu suala. Çox qəşəng sualdır bu 69-cu sual. Böyük bir neçə etaplı sualdır. Diqqətli olun. Yay gün dönümündə dedikcə bax yazacağam. Siz də mənim kimi işləsəz, sizin üçün asan olacaq. Zenitin bərabər oldu 23.5 dərəcə şimal enliyinə. Yay gün dönümündə. Şimal yarımkürəsində Greenwich meridian üzərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 47-dir. H-ım da bərabər oldu 47-yə. Bu şərt artıq mənə hesablamaya girməyimə kömək eləyəcəkdir. Ki, mən hansı məntəqədən danışıram? Burada şimal yarımkürəsində hansı məntəqədir və yaxud da cənubda və s. Bu özü onsuz da şərt qoyur ki, şimal yarımkürəsidir. Amma yenə də hesablama aparacağıq burada. Gəlin hesablayaq. Düsturum var idi. H bərabər idi 47, üzr istəyirəm. H bərabər idi 90. Çıxaq enlik plus minus z. Mənim z-im də var, H-ım da var. Yerinə qoyub hesablama apara bilərəm. Qoyuram yerinə. 47 bərabərdir 90, çıxaq enlik. İndi sual verəcəksiniz ki, müəllimə, siz ora plus yazacaqsınız, minus yazacaqsınız. Baxın, mən birincisi şərtdə özü verib. Yay gün dönümü şimal. Yay gün dönümündə günəş şimalda olduğuna görə avtomatik plus olur. İkincisi, mən şərt qoydum axı, 45-dən böyükdürsə plus yazın. Yerinə qoydum 23.5. Yəni şərti tapşırıqda özü də veribdir. Yay gün dönümündə şimal özü də verib. Amma mən dediyim şərtə də əsaslana bilərsiniz. Buradan 47 bərabərdir. 93 də 23.5, 113.5 çıxaq enlik. Buradan da enlik bərabərdir. Neçə eləyir baxaq. 5 sonra çıxanda 47 6 56 neçə elədi? 66.5 elədi deyəsən, yoxsa yox. Bir dənə çıxaq bunu. 113.5 çıxaq 47. 5 6 ondan 66.5-ə. 66.5 dərəcə şimal enliyi. Bunu tapdıq. Bunu yazdım. Deməli buradayıq. Şimal yarımkürəsindəyik. Gəlin mən çəkəcəm bunu sizin üçün. Bura qədər olan hissəsi yəqin ki, aydındır. İndi bunu çıxacam, siləcəm, ona görə deyirəm. Enliyimi onsuz da tapdım mən. 66.5 dərəcə şimal enliyi. Davamı var ha. Burada nəsə davamı getməlisiniz. Sıracı cavab axtara bilməzsiniz. Çəkirəm. 0 0 66.5 dərəcə şimal enliyi. Bunu çəkdim. İndi mən buradan əvvəlcə 0 dərəcə azimutla gedəcəm. Sonra isə 180 dərəcə azimutla gedəcəm. Hansı uzunluqdayam mən? Mən uzunluq olaraq Greenwich'dəyəm. Özü veribdir ki, Greenwich'də. Aha. Greenwich'dən şimala gedəcəm, sonra da cənuba düşəcəm və nə qədər gedəcəm? 6660. Bölürəm 111-ə. Edir 60 dərəcə. 60 dərəcə gedəcəm. Mən bu 90-dan, belə çəkim sizin üçün asan olsun. 90 dərəcəmdə qütbümü də yazıram bura. Mən 66.5-dən şimala gedəndə avtomatik şəkildə elə də belə də qütbə getməliyəm. Düzdür? Mən qütbə gedəndə neçə dərəcəm gedəcək? 23.5 dərəcə. 66-nı 90-a tamamlayanda 23.5. Mənim ümumi dərəcəm neçədir? 60 dərəcə.
Mən 60-ın 23.5-ini orada getdimsə, mənim qaldı 36.5-im. Həmin 36.5-də birinci 0 dərəcə azimutla getdim də. İndi 180 dərəcə azimutla geri qayıtmalıyam. Təzədən buradan artıq geri qayıdıram. Neçə dərəcə qayıdacam? 36,5. Çünki 36,5-im qalmışdı. Mən 90 dərəcədən 36,5 cənuba düşəndə gəlib çatıram 53,5 dərəcəyə. Deməli, mənim enliyim hara oldu? 53,5 dərəcə. Nəyin üstündə hərəkət eləmişdim? Qrivincin. Və qütbü açdımsa hansına keçdim? Artıq qrivincin əksi olan 180-ə keçdim. Cavabım olacaq Y variantı. Yəqin ki, hamıya aydın oldu. Qaranlıq qalan var bu sualda nəsə? Xeyr, mən. Hamısı aydındır, tam. Əla. Bizim vaxtımız bitir. Mən sabah bunun davamının izahını verəcəm. Videonu da yükləyim YouTube-a, sonra sizə göndərəcəm, baxarsınız davamını. Oldu, sabah inşallah görüşərik. Sağ olun. Sağ olun. Sağ olun, sağ olun.